Adətən qadınlar belə ev şəraitində həkimə getmədən hamiləliyi sonlandırmaq istəyirlər. Məsəl üçün, testi pozitiv göstərdi, heç ultrasəs müayinəsindən keçməmiş, ginekoloqa müraciət etməmiş, artıq bu pozitiv hamiləlik testinə güvənib, aptekdən yenə dediyim kimi ya rəfiqəsi deyib, ya bacısı deyib, müəyyən həbləri alırlar və ev şəraitində hamiləliyi pozmaq istəyirlər. Bu çox riskli ola bilər. Çünki ultrasəs müayinəsi olunmadan biz o kisəni, hamiləlik kisəsini uşaqlıqda görməmiş, nə istər vakuum abort olsun, istər medikamentoz abort bunu edə bilmərik. Baxırsan ki, heç bu cinsi yolla keçən infeksiya deyil idi, amma rəfiqəsi dedi ki, partnyorla mütləq ikiniz də müalicə almalısınız. Yazıq partnyorunu da uzun müddətdə antibiotik terapiyaya məcbur edir. Yəni belə hallarla rastlaşmamaq üçün şikayət artıq yaranandan bəri həkimə müraciət etmək ən düzgünüdür. O ki qaldı sabun məsələsinə. Bəzi qadınlar düşünür ki, özünə nə qədər təmiz baxsa bir o qədər yaxşıdır və xarici genital üzvlərini bəzən olur gündə 2-3 dəfə belə sabunla yuyurlar. Bu nəyə gətirib çıxardır? Orada normal baryer mikrofloramız var, hansı ki pozulur və bu artıq infeksiyalar üçün bir deməli qapı olur, açıq qapı olur. Və yaxud bəzən xanımlarımız intim vaginal duşlardan istifadə edirlər. Bu da eyni zamanda vaginanın mikroflorasını pozur. Çünki vaginanın daxildən, yəni təmizlənməyinə ehtiyacı yoxdur xüsusi bir vasitələrlə. Vagina özünü təmizləyə bilən bir orqandır və bizim lazımsız bütün artıq müdaxilələrimiz əksinə vəziyyəti pozur.